buraxılışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Salam hörmətli tamaşaçılar, Dünyaya Baxışın həftə sonu buraxılışında sizi xoş gördük. Qətərin paytaxtı Doha şəhərində keçirilən görüşlər zamanı Suriyanın müxalifət bloku Suriya Milli Şurası hakimiyyəti daha da yaxşı təmsil etmək üzrə ABŞ-ın təzyiqləri altında öz sıralarını genişləndirməyə səs verib. Belə görünür ki, Suriya hələ bir müddət Birləşmiş Ştatların xarici siyasətində əsas prioritet olacaq. ABŞ-ın Suriya prezidenti Bəşər Əl-Əsədi əvəzləyəcək keçid hökumətini müəyyən etməyə çalışmasına baxmayaraq, Obama administrasiyası hələlik hərbi müdaxilə deyil, Suriyanın şimalını qeyri-uçuş zonası elan etməyi nəzərdən keçirdiyini bəyan edir. ABŞ-ın keçmiş səfiri Frank Winsner, Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən Suriyadakı hərbi müdaxilədə dəstəyin olmadığını deyir. What we should be talking about is not a military option, but a political option. Biz hərbi yol haqda danışmamalıyıq, biz siyasi yol haqda danışmalıyıq. Suriyadakı rejimin nə dərəcədə qəddar olmasından asılı olmayaraq, bu vəziyyətdən siyasi çıxış yolu aranmalıdır. Problemin qısa siyasi həlli lazımdır. Lakin bəzi təhlilçilər 20 ay davam edən münaqişənin hərbi müdaxiləni qaçılmaz edəcəyini bildirir. Princeton Universitetinin professoru Anne Mary Slaughter, ABŞ Dövlət Departamentinin keçmiş yüksək səviyyəli rəsmisidir. Fikrimcə, bu uçuşların qadağan edildiyi zonanın yaradılması demək olsa belə, Birləşmiş Ştatlar bu mərhələdə bufer zonasının olması üçün mümkün olan hər şeyi etməlidir. Arizona Dövlət Universiteti McCain Beynəlxalq Liderlik İnstitutundan olan Kurt Volker və ABŞ-ın NATO'dakı keçmiş səfirinin dedikləri kimi, bəziləri ABŞ-ın geniş diplomatik baza yaratmalı olduğunu bildirərək, biraz da hərbi ünsürlərə dəstək verməsini məqsədə uyğun bilirlər. Bu, uçuşa qadağa zonasının kombinasiyası ilə hava hücumundan müdafiəni dəf edərək Suriya daxilində zirehdən istifadəni məhdudlaşdırmaq ola bilər. Bunu etməklə Suriyadakı inqilabçılara vaxt və məkan baxımından yardım etmək olar. Hazırda Türkiyə ilə sərhəd ərazilərdə olduğu kimi sığınacaq zonalarını genişləndirmək olar. Türkiyədə 100 mindən artıq qaçqının olduğu müddətdə Vaşinqton Əsədin müxalifləri tərəfindən idarə olunan Suriyanın şimalına qeyri-uçuş rejimini tətbiq etməyi nəzərdən keçirir. Lakin Winsner'in fikrincə, qeyri-uçuş zonasının elan edilməsi başqa adla hərbi müdaxilənin baş verməsidir. Uçuşa qadağan olunmuş bölgə digər adı ilə humanitar bölgə o deməkdir ki, siz quru qoşunlarından istifadə etməlisiniz. Uçuşa qadağan olunmuş bölgə sizin müharibə aparmağınız və uçan pilotları vuraraq yerə salmağınız deməkdir. Bununla yanaşı Winsner Amerika qoşunlarının yaxın şərqdə hər hansı bir əməliyyata cəlb olunmasını ABŞ maraqlarına qarşı açıq-aşkar təhdid törətdiyini deyir. Mən ümid edirəm ki, biz bu nəticəyə gəlməliyik ki, biz istədiyimizi hərbi güclə həll edə bilməyəcəyik. Biz yalnız gələcəkdə tutumlu məqsədlər üçün, xüsusilə də bizim ən vacib birbaşa və lazımlı milli maraqlarımız və təxirə salınmaz təhlükəsizliyimiz müzakirə mövzusu olanda öz ordumuzdan istifadə etməliyik. Hələlik ABŞ və onun müttəfiqləri Suriya müxalifətinin yalnız siyasi qanadına dəstək verməyə üstünlük verir. Vaşinqtondan Emin Kərimov, Amerikanın səsi. Dünyaya Baxışın həftə sonu buraxılışını izlədiniz. Proqramın bütün buraxılışlarına web səhifəmizdə www.amerikanınsəsi.org-da baxa bilərsiniz. Bugünlük bu qədər. Mən Emil Quliyev sizinlə gələn həftəyə də xudahafizləşirəm. Sağ olun, eyni ünvanda görüşənədək.